Mən bu şirniyyatı niyə etməmişəm? Ən dadlı, ən asan cheesecake resepti ilə gəlmişəm. Mütləq hazırlayın, dadından doymayacaqsınız. Öncə 250 qram peçenyəni əlimizdə xırdalayırıq. Sonra isə blenderə əlavə edirik. Üzərinə isə əridilmiş 100 qram kərə yağı. Xörək qaşığı da süd əlavə edirik. Videoda da gördüyünüz qaydada keks qabının hər tərəfinə yayırsınız. Sonra isə keçirik əsas məsələyə. İlk olaraq qaba 400 qram krem pendir əlavə edirsiniz. 3 ədəd də yumurta, 200 qram xama, 1 stəkan şəkər tozu, 5 xörək qaşığı nişasta, 1 ədəd də vanil. Pendirdən tam şəkildə keçirirsiniz. Öncədən isidilmiş sobada 150 dərəcədə 1 saat ərzində bişirirsiniz. Üzəri üçün mandalinli sos hazırladım. İstəsəniz çiyələkli və ya malinalı da edə bilərsiniz. Mandalinin üzərinə 5 xörək qaşığı şəkər tozu əlavə etmişdim. Stəkanda soyuq su, xörək qaşığı da nişasta. Bişdikdən sonra isə süzgəcdən keçirirsiniz. Bu halda üzərinə tökmək olmaz. Cheesecake soyuq olmalıdır, həm də ki sos. Çalışın axşamdan hazırlayın, sabahı da nuş edin. Ən az 3-4 saat soyuducuda qalmalıdır. İşlərimi bitirdikdən sonra əl atıram sobama. Neçə vaxt idi ki işlədirdim, amma ki təmizləmirdim. Bizlikdə isə ən böyük köməkçim Sleepy'nin yağ sökücüsü oldu. 3 dəqiqə içərisində sobam onun sayəsində tərtəmiz oldu. Səhifəmizi izləyib videoya da dəstək olmağı unutmayın. Gələn vloqlarda görüşənədək hələlik.